Araşdırmalar nəticəsində məlum olub ki, 25 yaşından sonra evlənən qadınlar evliliklərində daha yüksək xoşbəxtlik səviyyəsinə nail olurlar. Həmçinin boşanma nisbətləri digər yaş qrupuna müqayisədə daha aşağı olur. Bu barədə şəhər sakinləri ilə sorğu keçirdik. Gəlin görək onlar üçün ideal evlilik yaşı neçədir? Sizcə xanım üçün ideal evlilik yaşı neçədir? 23'ten sonra. Nəyə görə? Çünkü en azından təhsil almalıdır sonra. Bəs 23-dən sonra xanımlar daha xoşbəxt olurlar evlilikdə, ya necə? O bilmirəm, o şanslarına, bəxtlərinə baxır. Çox sağ olun. 20 yaş. Nəyə görə belə fikirləşirsiniz? Yəni səhər yolu uşaq saxlamağa, ailə qədir bilmək üçün mən fikirləşirəm ki, 20 yaş. 20 yaş kifayət eləyir ailə dəyərlərini anlamaq üçün. Bəli, bəli. Ürəyinə yatanda. Ürəyinə 25 yaşda yatdısınız, 25 yaşda getməli. 30 yaşda demək 30 yaşda getməlidir. Gəl ürəyinə yatsın ki gedərsən. Ona görə də siz fikirləşirsiniz ki, ideal evlilik yaşı yoxdur. Yoxdur. 40 da ola bilər. Xanımlar özü məsəl üçün yetkinlik yaşına çatandan sonra öz həyatın məsuliyyətini və belə deyim ki, yükünü qəbul edəndən sonra yetkinlik yaşı o dövrdür. Ola bilər 20 yaş, ola bilər 25 yaş, ola bilər 18 yaş, amma mən sizə dəqiq deyə bilmərəm. İnsan özünü məsuliyyətli və yük belə deyim ki, daşımağa hazır olanda o yaş olmalıdır. 25 yaşından sonra. Çünki kişilər inkişaf eləməlidir, başa düşməlidir. Belə bizim yaşlarda baxmır. Ancaq indiki zamanənin cavanları 25 yaşından sonra onlar sənət lazımdır qızlara. Qızlarımıza sənət lazımdır. Qadınların ideal evlilik yaşlarının neçə olması ilə bağlı sorğunu məşhur psixoloq Nizami Orucova yönləndirdik. Qadın üçün ideal evlilik yaşı sualına bir mənalı cavab yoxdur. Çünki burada bir çox amillər öz sözünü deyə bilər. Normalda 24-30 yaş aralığı tövsiyə edilsə də, elə xanım var ki, o 22 yaşında evliliyə hazır ola bilər. Elə xanım da ola bilər ki, 33-35 yaşında belə evliliyə hazır olmaya bilər. Burada ilk növbədə şəxsiyyətin nə qədər formalaşdığına baxmalıyıq ki, insan nə istəyib istəmədiyini bilirmi? Öz ayaqları üstündə dura bilirmi? Öz həyatına görə məsuliyyət daşımağı öyrənibmi? Öz emosiyalarını idarə edə bilirmi? Övladlarına gözəl valideyn, gözəl ana ola biləcəkmi? Yəni bütün bu suallara cavab axtarsaq, şəxs nə qədər yetişibsə, nə qədər formalaşdısa, ona görə də təbii ki, evliliyi daha sağlam, daha uzun müddətli ola bilər. Oksana Orucova, Asim Zülfüqarov, Bakues, AS.